Daxili İşlər Nazirliyində dəhşətli həyəcan təbil çalınır. Aləm dəyib bir-birinə. Mesaj alıblar Avropadan, hakimiyyət Avropadan gələcək, Avropanın dəstəyi ilə hakimiyyət edəcək belə. Avropanın dəstəyi inqilab olacaq, Avropalar inqilaba səsləyəcək, bu inqilab həyata keçəcək. İndi mən sizə nə demişdim? Mən sizə demişdim ki, mən məlumat aldım. Hardan aldım demirəm. Mən məlumat aldım. İlham Əliyev inqilabdan gedəcək. Üsyanla gedəcək. Bax, kim nə deyir desin dedim. Bax, burada efirdə dedim sizə, yadınızda bir ay bundan qabaq, bir 10-15 gün bundan qabaq da dedim. İlham Əliyev inqilabla gedəcək. Mənə məlumat gəldi yuxarıdan. İlhamın yanından yox, lap başqa yerdən. Böyük dünya güclərindən. İndi mənə 15-20 bir ay bundan qabaq gələn məlumat. İlham Əliyevin komandasına indi gedib çatıb bir həftədir. 10 gün olar. Onlar uca istihbarat duyub ki, inqilab olacaq. Baxın, 10 gündür ki, Əli Nağıyev, görürsünüzmü? Əfqanın dalınla Əli Nağıyev. Əli Nağıyev heç vaxt uğraşlıq eləyən deyildi. Müxalifətə qarşı, müxalif fikirli insanlara qarşı uğraşlıq eləyən deyildi. Artıq Əli Nağıyev də qoşuldu onlara. İndi bax, yuxarıdan gələn bir hesabatla çatdıracağım sizə. Ala bax, həmən elə beləm adamam, hə? İndi nazirlik düşüb təşvişə, aləm dəyib bir-birinə. Ancaq orada toplandı, burada toplandı. İnqilab olacaq, inqilaba hazırlaşmaq belə elə. İndi bir şey də deyirəm. Çox böyük güclərin, çox böyük yerdən gələn bir ismarış mesajı da sizə deyirəm. Bugündən sonra ən çox yıxıb sürdüləsi məmurların adlarını açıqlayıram. Altay Həsənov, Mehribanın bibisi oğlu, Elçin Muradov, Mehribanın o biri bibisi oğlu, Dubay mülkçülərinin başında olan, Kamran Əliyev, baş prokuror, Əli Nağıyev, Kamran arvadının ağzına verən Dövlət Təhlükəsizlik Xidmət rəisi, Vilayət Eyvazov, Daxili İşlər naziri, Mikhail Cabbarov, Hər Şeylər naziri, Zakir Həsənov, çox güman ki, Müdafiə naziri, Elçin Quliyev, Dövlət Sərhəd Xidməti. Bir də Anar Ələkbarov, prezidentin köməkçisi, nədir o, Leylanın götünü yalayan. Bütün bu adamların üstünə ciddi şəkildə düşüləcək və bu adamlar savaqsı inqilabda xüsusilə xalqa xəyanət edən adamlar kimi mesajı mənə qədər gəlib çatıbdır. Yəqin ki, başqalarına da çatacaq və bunların götü dağılmalıdır. Sabah xalq ayağa qalxanda bunlar fikrindən, mövqeyindən çəkilməsələr, bunların ailəsində bir cıqq eləyən qalmamalıdır. Mən nəslim üçün, mən bu azadlıq üçün, mən Qabil Türkoğlu zamanında öz canımdan keçib Qarabağa getmişdim. Ermənilər mənim bu başıma pul qoymuşdular. Bilirsiniz. İndi isə İlham Əliyev başıma pul qoyubdur. Bax, deyirəm sizə, bu adamlar xalqa tərəf keçməsə, artıq bunun siyasi bizə hardan gəlir? O tərəfdən gəlibdir. Bunlar xalqa tərəf keçməsə, bunları darmadağın eləyirsiniz. Mən Qabil Türkoğlu erkən yaşımda canımdan keçdim vətən üçün. İlham Əliyev Ebru Gündeşin götünü yalayanda, bu birisilər əskərlikdən qaçıb bu adların çəkdiyim dezertilər, birinin nəslində bir nəfərin burnu qanam yırtdı vətən üçün. Canımı qoydum, yarımcan oldum, əlil oldum, da yaralandım bir neçə dəfə. Mən o zaman vətən üçün, xalq üçün canımdan keçməyə hazır oldum. Bugün də demokratiya üçün, azadlıq üçün, bu düşmən rejimi rədd eləmək üçün mən nəslimdən, ailəmdən belə keçməyə hazır oldum. Bu göt verənlərin üstündə çox düşürüləcək. Altay Həsənov, Elçin Muradov, Kamran Əliyev, Əli Nağıyev, Vilayət Eyvazov, Mikhail Cabbarov, Zakir Həsənov, Elçin Quliyev və Anar Ələkbarov. Bunların götü dağılacaq. Yəni bu məlumat elə belə yerdən gəlməyib ha. Bu şey, inqilabı proseslərin necə deyərlər, komissiyası mı deyək, necə deyək, mənbəyi mi deyək, oradan gəlir baxın. Mən bunu dedim eləmi? Dedim eləmi? İndi birazdan görəcəksiniz, başqaları da deyəcək. Deməsə də başqaları məni kimi hədəf alacaq. Hazırda bu uğraşlar xod gedir, bu uğraşlar fəallaşıbdır. Əsas məsələlərdən biri budur ki, özünü İlham Əliyevi sevən kimi göstərirlər. Güya hakimiyyəti İlham Əliyevi sevən kimi göstərirlər. Amma əslində bizim adamımız onların arasındadır. Ya bu adamların biri bizim gücün adamıdır. Altay Həsənov, Elçin Muradov, Kamran Əliyev, Əli Nağıyev, Vilayət Eyvazov, Mikhail Cabbarov, Zakir Həsənov, Elçin Quliyev və Anar Ələkbarov. Bu adamlardan biri bizim güclərin adamıdır. O informasiyanı çatdırıb ki, və bizə qədər informasiya gəlib çatıb. Bunlar əslində toplantıları olur, hər yerə bir gedirlər. Deməli, əsas idarə edici komanda bulardır. Əvvəl necə Ziya Eldar, Mahmudov, Kemaləddin Heydarov, indi bulardı komanda. Sadəcə bunlar hamısı İlham Əliyevin inqilabdan devriləcəyini yaxın vaxtda bilirlər və bunlar İlhamı sevmək adı altında, ona bağlılıq göstərmək adı altında belə sadiq adamlar kimi göstərərək xalqın son damla pulunu yeyirlər. İlham Əliyevin də vəziyyəti ağır durumda olduğundan başını itiribdi adam. Əvvəllər 100-ün 20-yə idi faiz, indi yarıdan çoxunu məmurlar yiyir, yarıdan azını İlhama verirlər. Başı qarşı üstəlik biraz inqilab zat. Yəni güc strukturları xüsusilə rəhbərlərinə ehtiyac böyükdür. Desələr Mehribanı istəyirik, Mehribanı da gecə yanına göndərərlər.